İranda milli valyutanın rekord səviyyədə dəyər itirməsindən sonra başlayan etiraz aksiyaları artıq nə az nə çox 3 gündür ki, sərhasər davam etməkdədir. Etirazlar paytaxt Tehrandan ölkənin bir çox şəhərlərinə də yayılmaqda davam edir. Yüksək inflyasiya və milli valyutanın sürətlə dəyərdən düşməsi fonunda başlanan etirazlar ilk olaraq dekabrın 29-da Tehranın qapalı bazarında alqı-satqı ilə məşğul olanların tətilə çıxması ilə gündəmə gəlib. Etiraz aksiyaları Kərac, Həmədan, Keşim, Malard, İsfahan, Kirmanşah, Şiraz, Yez şəhərlərində də keçirilib. Görüntülərdə təhlükəsizlik qüvvələrinin nümayişçiləri hal-hazırda da sizə təqdim edirik. Dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə etdiyi də əks olunmaqdadır. İran hökuməti etirazlardan xəbərdar olduğunu da açıqlayıb, etirazçıları səbirlə dinləyəcəyini bildirib. İran prezidenti Məsud Pezeşkiyan dekabrın 29-u axşam saatlarında X sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib ki, Daxili İşlər Nazirinə etirazçıların nümayəndələri ilə görüş keçirməyi, problemlərin həlli və məsuliyyətli davranışlar üçün addımlar atmağı tapşırdığını da bəyan edib. İran prezidenti Məsud Pezeşkiyanın açıqlaması belədir. Daha sonra isə eyni gün Pezeşkiyan İran Mərkəzi Bankının sədri Məhəmməd Reza Farzinin istefasını qəbul edib. Onun yerinə keçmiş İqtisadiyyat və Maliyyə Naziri Əbdülnasir Hemmati təyin olunub. Etirazlara universitet tələbələrinin də qoşulduğu bildirilməkdədir. Aksiyalar zamanı ölkədə ali hakimiyyətə sahib olan dini lider Ayətullah Seyid Əli Xamneyyə istinadla diktatora ölüm kimi hökumət əleyhinə şüarların səsləndirildiyi də bildirilir. Bəzi nümayişçilərin isə 1979-cu il İslam İnqilabı zamanı devrilmiş Şah Məhəmməd Rıza Pəhləvinin oğlu Rıza Pəhləvini dəstəkləyən Şah yaşasın şüarları səsləndirdiyi də deyilir. Amerika Birləşmiş Ştatlarında yaşayan Rıza Pəhləvi X hesabında paylaşım edərək etirazçılara dəstək ifadə edib və rejim hakimiyyətdə qaldığı müddətdə İranın iqtisadi vəziyyətinin daha da pisləşəcəyini vurğulayıb. Amerika Birləşmiş Ştatları Dövlət Departamenti də fars dilindəki rəsmi X hesabı vasitəsilə etirazlara dəstək mesajı yayımlayıb. Açıqlamada illərlə davam edən uğursuz siyasət və zəif iqtisadi idarəçilik səbəbindən ləyaqətli həyat və daha yaxşı gələcək axtaran insanların yanında olduqlarında vurğulayıblar və etirazçıların cəsarəti yüksək qiymətləndirilib. Dekabrın 29-da isə Florida ştatında Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpla İsrailin baş naziri Netanyahu arasında keçirilən görüşdə də İrandakı son hadisələrin əsas müzakirə mövzularından olduğu bildirilməkdədir.